Ümumi baxarıq. Yaxşı, Ali Koç istifa eləyər bu mövsüm Ali Koç nə Çempion olmamış getməyəcək. İstərsən əli mən çempion olmamış getməyəcək. Fantezi 10 ildə buradayıq. Gəlin yaxşı müstəntiq prokuror boynuna qoyardı. Marinin gözün hara tikib? Nəsə sönüydü, rəngi sınıb yoxsa yox görəsən Marinin. Planşet dünən də maraqlı sosial şəbəkələrdə paylaşımlar gedirdi. Artıq satırdılar. Yəni təbii ki, zarafat daha oxşarını qoymuşlar ki, Qurban Qurbanovun təpiyi vurduğu planşet, qırdığı planşet satılır. Azərbaycan gündəmində də manşet olmuşdu belə deyək. Bir də nəinki Azərbaycan, bütün dünya markadan tutmuş hamısı bütün nəşrlər verirdi. Hətta bir epizodda var. Okan Buruk planşetdə baxdı. Gəldi ofsayd, o da qol verdi. İrfan Saraloğlu'na baxdı, ofsayd. Tamam, rahat olun. O da qol verdi. Qol verdilər. Yəni doğrudan Osimhen El Nəsiridən daha güclü olduğunu sübut etdi. Yəni ona şübhə var idi yəni. Belə deyək də, yox ona şübhə yox idi. Salam dostlar, yeni həftə, yeni ay bayramdan sonra yenidən qarşınızdayıq. Əməlli bir istirahət elədik. Həmkarlarım Rafael və Ziya ilə xoş gördük sizdə. Xoş gördük. Futbolistika YouTube kanalımızda Footcast layihəmiz qaldığı yerdən davam eləyir. Hamı kimi biz də istirahət eləyirdik. Düzdür. Futbol dünyası istirahət eləmədi. Zəngin bir həftələr keçdi, xüsusi amma bizim onsuz da bayramımız da burnumuzdan gəldi millinin sayəsində. Haiti də utdu, Belarus da gələn də, gedən də hamısı utdu. Yola verdilər bizi, getdilər. Sağ olsunlar. Sağ olsunlar və qayıdırıq. Yəni bu millinin üzərindən artıq vaxt çox keçib, çox danışılıb. Ona görə növbəti yayda artıq yoldaşlıq görüşlərində, rəsmi maçlarda artıq yenidən qayıdarıq mövzumuza inşallah. Həftə təbii ki, həftənin belə deyə biz sonu artıq yayımlanır verilişimiz. Həftə içi zəngin oldu kubok maçları ilə. Türkiyədə, İtaliyada, İspaniyada maraqlı qarşılaşmalar oldu. Azərbaycan kubokunda da yarımfinal mərhələsi start götürdü. Sabah Neftçini məğlub elədi. Araz isə Qarabağı yarımfinalda məğlub elədi. Burada kubokun əhəmiyyəti təbii ki, Avrokuboklara getmək üçündür. Qarabağ ölkə çempionluğunu yəqin ki, təmin eləyəcək. Amma yəni bir motivasiya baxımından digər komandalar daha motivasiyalıdır. Əlbəttə. Amma yəqin ki, sosial mediada dünən daha doğrusu ötən 2 gün öncə bir Okan Buruka edilən hərəkət Azərbaycan gündəmində də manşet olmuşdu belə deyək. Bir də nəinki Azərbaycan, bütün dünya markadan tutmuş hamısı bütün nəşrlər verirdi. Bir də Qurban Qurbanovun o planşetə təpi vurması, onun belə deyək son vaxtlar anormal belə deyək əsəbi gərgin olması özünün bu maçda da bir uza verdi. Düzdür, cavab qarşılaşması var. Qarabağ istədiyi motivasiya ilə çıxsa, əsas heyət istədiyi motivasiya yəqin ki, bu qarşılaşmadan finala çıxacaq. Amma çıxmasa belə yenə də deyirəm, o çempionluq yolundan onsuz da Avrokuboklara gedirlər. Söhbət orada yox. Amma titulu itirirlər. Yəni son kubokun qalibidirlər. Araz isə motivasiyalıdır. Araz isə ikinci qarşılaşmada da çalışacaq hesabı qorusun. Əsas məsələ Qurban Qurbanov. Oyundan qabaq fikir verdim və bir həmkarımızla baxırdıq. Dedim Qurbanovu iri planda həmişə məşqçilər göstərirlər axı oyunun əvvəlində. Dedim çox nəsə sönüydü, rəngi sınıb yoxsa yox görəsən Marinin. Planşet dünən də maraqlı sosial şəbəkələrdə paylaşımlar gedirdi. Artıq satırdılar. Yəni təbii ki, zarafat daha oxşarını qoymuşlar ki, Qurban Qurbanovun təpiyi vurduğu planşet, qırdığı planşet satılır. 1000 manat, 5000 manat qiymət qoymuşlar özlərinə. Bu zarafat bizim xalqımızda var belə yumrusu. Ferguson saqqızını satmışlar o vaxt. Sonra Mesut Əzilin oynatdığı pişiyi Bakı Olimpiya stadionunda yadına gəlir, tapal satışa qoymuşlar. O da maraqlıdır, düzdür, yadıma gəldi. İndi bu nə satacaq? Belə hallar var idi. Qurbanov da son vaxtlar nəsə çox əslində bu dünənki o hadisə, daha doğrusu ötən günkü hadisə, 2 gün öncəki hadisə siqnallar verir. Qurbanovun o əsəbi olması, oyundan öncə sözüm yarımçıq qaldı, zarafat saldıq ortaya. O aqressiv, yəni rəngi solğun və belə çox belə məyus görürsən. O həmişə o belə deyək də əzmli bir mütəxəssis sanki son vaxtlar düzdür, işləri yaxşı getmir bir qırağa. Nəsə baş verir Azərbaycan futbolunda. Nəsə baş verir. O icra komitəsində də onun bəzən iştirak etməməsi son iclaslarda. Biraz iclasın birin Qurban Qurbanova görə biraz da təxirə salmışlar ki. Olmadı deyəsən, Tovuza oyuna gedirdi. Kəpəzdən oynayırdı, yoxsa orada oyuna gedirdi, bu düşməmişdi. İcra komitəsi də burada iclas eləyirdi. Ola bilər səbəb odur. Yəni əsas səbəb kimi göstərilir. Yoxdur. Soyuqluq yaranır. Ola bilər. Mən əsas variant kimi onu versiya kimi onu səsləndirərdim ki, yəni ola bilər ki, o mən ötən ildə bir Xəzər televiziyasının efirində bir fikir səsləndirmişdim. İnanmıram ki, onun sözü o haqqı olmadığı yerdə olsun, icra komitəsinə razılıq versin. Amma il keçdi və yeni AFF rəhbərliyinin hakimiyyətdə olduğu dövrdə Qurbanovun xüsusi nə iləsə seçildiyi və yaxud iclaslarda hər hansı bir indi qapalı gedir, bilmirik, bəlkə təkliflər eləyir. Amma nədənsə inci düşüb. Bilmirəm, növbəti Qurban Qurbanov uzaqlaşdırma planıdırmı? Klubla bağlı olan bir şey ola bilər. Klubda da problemlər çoxdur. Məsələn belə deyək, ola bilər ki, Qurbanov kluba
desin ki, mənim üçün yayda məsələn deyirəm 6 milyon Təbii ki, avro bununla bağlı büdcə ola bilər. ayır. Bu iddialar da sadəcə Məsələn, versiyalar. klub da deyir ki, yox, mən sənin üçün ayırıram, məsələn deyirəm 2 milyon, 1 milyonluq büdcə. Yəni Qurbanovdakı əlbəttə ki, bilir ki, azarkeşlər ondan daha da çox böyük uğur istəyir. Avroliqanın qrup mərhələsinə düşmək artıq Qurbanov üçün və Qarabağ üçün uğur deyil, mənim fikrimcə. Yəni daha yüksək istəyirlər. Yəni əlbəttə ki, yox, uğur deyil deməyək, ən azı o yeri saxlamaq Avrokuboklarda neçə illərdir Qarabağ Avrokuboklarda 2014-cü ildən tutmuş, düz 2025-ci ilə qədər Avrokubokların qrupunda çıxış edib, konfranslarda hegemon komandalar var dünya tarixində. Yox, aydın məsələ. Milan düşmür, Manchester düşmür illərlə bəzən. Yenə deyirəm, Milanın çıxış etdiyi Yəni Qarabağın getdiyi yol biraz başqadır. Hə, də bilirəm, getdiyi yol başqadır. Milanın çıxış etdiyi çempionat fərqlidir. Mən fərqli prizmadan baxıram. Hər bir şeyi kənara qoyuram. Ortalama da 15 milyon avro pul gətirir, yəni. Hər bir şeyi kənara qoyuram. Mən dünya futbolunu da kənara qoyuram. Sən artıq belə deyək ki, öyrəşdirmisən. Qarabağ 10 ildə 2 dəfə Avroliqanın qrup mərhələsinə düşsəydi, deyərdik ki, 2 dəfə düşüb, 3 ildən sonra bir dəfə düşməyimiz bizim üçün uğurdur. Artıq bunu standart bir uğur halına çevirmisənsə, adiləşib artıq. Bəli, mənim fikrimcə burada Qarabağ Qurbanovun bilmirik nədir, ancaq məsələn Araz Naxçıvan kubokda məğlub etdi Qarabağı. Mən şəxsən Azərbaycan futbolu adına daha da inkişaf etməsi üçün istəyərəm ki, fərqli bir ad görək. Araz Naxçıvan məsələn illər öncə çempionata gəldi, çempionat bitməmiş, çempionatdan çəkildi. Yəni nəsə yaranmırdı. Məsələn Naxçıvan üçün mən istəyərəm ki, Araz Naxçıvan bütün oyunlarını Naxçıvanda keçirsin, azarkeşlər gəlsin. Hətta bir kubok oyununun finalı Naxçıvanda keçirilmişdi. Fərqli bir ad olsun. Məsələn, Araz Naxçıvan kubokun çempionu olub Avropa liqasına vəsiyə qazanır təsnifat mərhələsinə. Daha da maraqlı olar. Ölkə çempionatından da şansları var. Var şansları əlbəttə ki. Oyunlarını da bəyənirəm. Yaxşı müdafiə futbolda oynaya bilirlər. Yeri gələndə qol da vura bilirlər. Ona görə indi Qurbanovun planşeti sındırması bir qədər. Yox, oyunla da bağlı ola bilər. Epizodlara son vaxtlar çox çılğın reaksiyalar da verir hakimliklə bağlı, amma bu mütəxəssisi belə deyək, küstürmək, incitmək də lazım deyil. Əlbəttə ki, lazımdır. Əksinə dəstək vermək lazımdır. Məncə Azərbaycan futbolu və icra komitəsində də məncə onun sözünü daha çox dinləmək lazımdır. Çünki o hər kəsdən daha çox futbol adamıdır orada. Həm futbolçu kimi, həm Azərbaycan futbolunu, yəni buna qədər və bundan sonra da heç bir rəhbər, heç bir belə deyək də icra komitəsinin üzvləri onu qədər Azərbaycan futboluna xeyir verə bilməyəcəklər. Yəni onun gətirdiyi səviyyə çatdıra bilməyəcəklər. O adamı incitmək lazım deyil. Səhvlər olanda və yaxud komanda məğlub olanda, hər hansı oyunun gedişatında taktiki səhvlər olanda onsuz həmkarlarımız yazır, pozur, danışır, elə biz özümüz qarışıq olmaqla. Bu normaldır. Hər bir mütəxəssis tənqid oluna bilər. Elə içi Qurbanov qarışıq, amma məsələnin digər o siyasi tərəfi var da, belə deyək, o işin siyasi tərəfi var. Oldu ki, mən sabah Araz finalını izləyə bilərik biz. Orada da sabah ölümdirim, sabahın heyəti imkan verir ki, kubokda çempion olsun. Neftçini ilk oyunda neytrallaşdırdılar taktiki olaraq da, istər o istək olaraq da, amma indi cavab qarşılaşması da olacaq. Neftçi onsuz da o Neftçi deyil. Yəni kubokda da Samir Abbasovun da sözlərində, mətbuatda da işlətdiyi ifadələrdən başa düşmək olar ki, bir ümidsizliyi var hələ ki bu mövsümün. Yəni bacardığını eləyəcəklər. Hə, bacardığını eləyəcəklər. Bu Neftçiyə inanmır. Bəlkə yayda nəsə yığsa, şans versələr, hə, onda növbəti mövsüm danışmaq olar. Belə ölkənin gündəmi bundan ibarət idi. Bir gündəmimiz milli idi, onu kənara qoyuruq, danışılası bir şey yoxdur. Yenə də deyirik, biabır elədilər bizi. İkinci gündəmimiz Qarabağ idi, Qurban Qurbanovun hərəkəti idi ki, onu da qısaca öz fikirlərimizi bildirdik və indi meydan sizin. Fenerbahçe, Galatasaray mənə saxlamaq olar qaqaş. Ziya indi danışacaq Galatasaraydan. Oyun yenə də bir dənə də icazə versiniz mən deyim bu sözü. Ötən gün oyundan sonra bir status da yox ha, bir yəni story-də bir balaca bir cümləli post paylaşdım ki, bu Türkiyə futbolu baxın budur, hə. Yəni iyrənc bu media üçün yaxşıdır danışmaq üçün, amma futbol üçün yox. Çox hörmət elədiyim bir Azərbaycanlı basketbol, Azərbaycanda işləyən Türkiyəli Bedri Meriç var. İkinci mövsümdə səhv bilmirəmsə, Şəki, Gəncə, sonra Şəki. Mənə çox böyük bir mesaj yazdı ki, tanıyır, belə tanıyır da, yəni bilir mən də basketbolun içində olan adamam. Bizdə Türkiyədə futbol, bir dənə oxuyum onu mesajla. Yəni dünən də danışdıq, belə deyək də, mən də öz fikrimi bildirdim. Təbii ki, mən öz fikrimdə qalıram o barədə, amma
yazdı ki, ən son oynayan Avropa şampionasında çeyrək final oynamış bir türk dilində, yəni necə yazıb onu eləyəcəm. Bir ölkədir Türkiyə. Bu derbidə olan olaylar İspaniyada Real Madrid Barcelona maçından sonra da oluyor. Böyle kavgalar, Mourinho Real Madriddə də çalışarkən böyle maç sonu kavgalar olmuşdu. Bu insanların həyecanından, fanatikliyindən, gerginliyindən oluyor. Amma mənim ölkəmdə spor iyrənc deyil. Futbolda Avropa UEFA Kupası, Super Kupa, basketbolda, voleybol hamısından yazıb ki, falan şeyləri qazanmışıq. Mən təşəkkür edirəm o fikrinə görə bir daha bildirmək üçün. Çox hörmət elədiyim, çox belə deyək də, alicənab mütəxəssislərdən biridir. Ölkəmizdə çalışan Türkiyə mütəxəssislər çoxdur basketbolda. Və onlar hər biri basketbolla yanaşı doğrudan da o idmanı həvəslidirlər hər şeydə, voleybolda. Və Bedir bəyə mən cavab yazdım ki, siz bu sözü iyrənclik, yəni bütün anlamda qəbul eləməyin. Bir daha səslənirəm. Ola bilər ki, kimsə yazıb, kimsə də yazmaq istəməyib və yaxud da fikrində var məndən ünsiyyəti olan. Mən bugün verilişdə deyəcəm Əli. Cavabımı verilişdə deyəcəm. Hə, cavabını mən Türkiyəli mütəxəssislərlə hazırda çalışıram. Hamısına da böyük hörmətim var. Çox yaxşı münasibətlərimiz də var. Cavabını verim ki, yəni səhv anlaşılmasın və sözümün də üstünə dururam. Həqiqətən də Türkiyə futbolunda mən derbi nə vaxt açıb baxmaq istəmişəm dostlarla. Mən Türkiyə futbolu keçirəm, amma həmişə baxırsan ki, futboldan başqa hər şey var. Bax bu da iyrənclik. Buna demək istəyirəm. Dünən futbol da oldu da. Yox, futbol oldu, olmağına oldu, amma o ikinci hissəyə mən elə əsasən ikinci hissəyə getdim, çatdım, baxa bildim. Birinci hissənin sonundan başlayaraq. İkinci hissədə yəni belə deyək də ilk hissədəki kimi də o dinamiklik yox idi. Ümumi Fenerbahçe nəyisə etmək istəyirdi və sonda olan o hadisələr heç nədən qaynaqlanan ardıcıl bir epizod, Osimhenin danışığına, Barış Alperin o skameykada olan hərəkətlər, oyundan sonra Mourinho'nun budur futbol adına. Orada hakimlik, yəni iyrənclik deyəndə burada hakimlərin də rolu var. Buna qədərki olan proseslərdə, buna Türkiyə Futbol Federasiyasının da rolu var bütün bu hadisələrdə. Burada elə futbolçuların özlərinin də rolu var. Bəzən deyirəm ki, yəni oyundan başqa hər şey baş verir bu baxımdan. Əslində mən Türkiyə voleyboldur, basketboldur, kimsə oynayırsa Avroliqada hardasa, mən azarkeşlik edirəm. Özdə mən həmişə deyirəm ki, biz türkləri daha çox dost kimi, qardaş kimi qəbul edirik, nəinki onlar bizi. Bu fikrimin də üstündə dayanıram və biz onlara canı könüldən azarkeşlik edirik. Siz Rafael birinci sən başla. Hə, yəni bu fikri çatdırdım ki, mən futbol bu mənada, yəni digər mənada mən heç bir halda təbii ki, qardaş ölkəyə belə bir ifadə işlətmərəm. Sonda barışdıq, yəni yazdı ki, siz fikrinə hörmətlə yanaşıram. Mən də təbii ki, öz fikrimdə qaldım. Buyurun, söz indi sizdə olacaq. Rafael, Qalatasaray, Fenerbahçe Qalatasaray məğlub eləyir. Səfərdə və yarımfinala vəsiqə qazanır. Əksəriyyət isə əksinə püşkdən sonra o məlum olanda ki, burdadır. Hətta orada belə söz çıxmışdı ki, saldılar Türkiyə Fenerbahçe'nin meydanına. Fenerbahçe xeyrinə olacaq qərarlar. Buyur. Hardan başlayım əslində çox çətindir. Oyundan başlasaq Qalatasaray haqq elədi və haqqı ilə də qələbəsini qazandı. Açıq aydındır, yəni oyuna baxan hər kəs onu deyə bilər. Birinci hissədə hətta 4-0 da qutara bilərdi çox rahat. Barış Alperin vurduğu topu Çağlar boş qapıdan çıxardı, yəni qabağını kəsə bildi. Ondan əvvəl yəni bəzi momentlər oldu ki, hansı ki Qalatasaray əgər düzgün belə deyək realizasiya eləsəydi, oyun hətta birinci hissənin sonunda 4-0, 4-1 ola bilərdi. Və oyun bitə bilərdi birinci hissədə. Yəni oyuna gəldikdə Qalatasaray haqq elədi, haqqı ilə də qazandı. Mənim son momentdə Davinson Sanchezin boş qapıdan çıxarmağı, akrobatik həqiqətən çox qəşəng idi. Yəni bir müdafiəçi orada digəri çıxardı. Məsələn, bu şeylər olur. İndi kimi deyəcək məndən penalti vermədilər Fənərin lehinə və ya Fənərin əleyhinə verilən penalti, amma halbuki qanunla bilinir ki, Fənərin əleyhinə verilməyən penalti, hansı ki, çox adam kommentlərdə də şərh bölməsində hər kəs yazır ki, penaltidir, o penalti deyildi. Çünki top müdafiəçinin öz ayağından çıxaraq öz əlinə dəymişdi. Qayda var. Yəni qayda bilməyən adam üçün o penaltidir, amma qaydaları açıb oxuyan üçün o penalti deyil. Qalatasaray penaltisi də təmiz penalti idi. Fənərin vurduğu qol o maraqlı offside xətti idi. Yox, çatmadı o. Yəni bir epizoddan baxanda yox, bir şey deyim, xahiş edirəm. İndi hamımız Avropada futbola baxırıq da. Yəni olsun Premyer Liqası, La Liqası, seriyası, qardaş, offside-ların maksimum verilmə sürəsi 30 saniyədir. Belə bir məsələ var. Pol avtomatikdir. Hətta Ərəb liqasında belə oturub baxsan 30 saniyə, maksimum 40 saniyə. Qardaş, 5 dəqiqə necə var da sən o baxa bilərsən. Avropa futbolunda avtomatik offside xətti var. O dərhal çəkir göstərir. Yarı avtomatikdə də sən istədiyin nə istəsən eləyə bilərsən. Müdaxilə eləyə bilirsən. Avtomatikdə topa uyğun
dərhal çəkir Bəli. göstərir sənə. Topun içində olan datçik Bəli, götürür. yara çip vasitəsilə. Yara avtomatikdə sən özün bunu tənzimləyirsən. Sən 3 dəqiqə, 5 dəqiqə sonra xətti göstərə bilməzsən o izləyiciyə. Mən onu deyirəm. Bir epizod indi izləyicilərimiz epizodu görürlər ekranda. Baxırıq ki, biz epizodla baxanda Şimanski topdan nə qədər qabaqdır. Yəni Fənərbağçı azarkeşləri belə dedi ki, yəni oyuna baxırdıq bir yerdə, oyundan kənar vəziyyətdir. Yəni hətta bir epizodda var. Okan Buruk planşetdə baxdı, Gəldi ofsayd, o da qol verdi. İrfan Saraloğlu'na baxdı, ofsayd, tamam rahat olun. O da qol verdi. Qol verdilər. Yəni doğrudan şok olunacaq bir şeydir. Üstündən 5-6 dəqiqə, 10 dəqiqə sonra göstərirlər ki, Şimanski ilə top eyni xəttədir. Yəni bu mənə orada əl qabaqda göstərildi. Belə bir Digər vəziyyət var məsələlər idi. Bu il Fənərbağçanın meydanda keçirilən ilk oyunda 3-0 idi hesab. Hesab daha da böyüyə doğru gedə bilərdi. Olmayan, mənim fikrimcə yəni ki, o da penalti yox idi. Penalti verdilər, bir qədər sakitləşdirdilər. Tempi burada da 2-0 idi. Qalatasaray epizodları qaçırırdı. Fənərbağça oynaya bilmirdi. Yəni belə bir qolu mənim fikrimcə Şimanski də gözlənmirdi ki, görürdü ki, rahat. Yox, çox rahat da yəni barışdılar. Orada hakim ofsaydı göstərdi. Çox rahat da barışdılar. Heç kim etiraz belə eləmədi. Dedi vara baxılacaq. Sadəcə mənə Baş çatmayan hakimliyi orada heç bir şey yoxdur. Laysman ofsaydı verdi, baş hakim. Qardaş, futboldan başqa bayaq əldə demişkən hər şey var. Adam bilmirsən nədən danışasan. Hakimləri qoyursan bir kənara, futboldan danışmaq istəyirsən. Fənər birinci hissədə futbol adına heç bir şey eləmədi. Paslaşa bilmirdilər, oyun qura bilmirdilər, dağınıq futbol oynayır. Elə bildilər ki, yəni, amatör futbolçularla professional futbolçular oynayırdı. Galatasaray öldürmüşdü oyunda. Qardaş, ikinci hissə gəlir, eyni şəkildə yenə Galatasaray oynayır. Fənər sonda yaxşı oynadı, sıxdı. Düz əllərinə şans düşdü. Bəli, məcburiyyətdən doğan bir belə deyək. Orada da indi Davinson Sanchez çıxartdı topu qapıdan. Qalan bir şeylərdə oyun yoxdur. Oyundan sonra baş verənlər isə tam biabırçılıqdır. 50 demişkən, yəni biabırçılıq saymıram. Mən biabırçılıq saymıram. Amma orada Okanın da yerə yıxılması biabırçılıq gülüncdür. Yəni Mourinho haqqında o öz yerində. Mourinho məsələn o vaxtı 2013-cü ildə də Tito eləmişdi. Tito da Abratın şillə vurmuşdu bunun qulağının dibinə. Orada yıxılmamışdı. Şəkil yadında da ardı yadında. Qulağını çəkmişdi. Ardınca Mourinho dönüb gedəndə qulağının dibinə şillə vurmuşdu. Yaxşı eləmişdi. Okan da vurmadı. Rəhmətli Tita Villanova. Bu məsələn dönüb yumruq atsaydı heç kim heç nə deməyəcəkdi. Və ya şillə vursaydı. Yox, bizə maksimum uzaqlaşdıracaq. Okan ofsayt yadında da Okan görürdü Mourinho gəlir arxasına. Yox, görmədi. Onu bilmədi də kim eləyib. Yox, bizə necə oldu? Okan deməli hakimlə görüşdü, sağollaşdı, sağa getdi, Mourinho sağollaşdı. Mourinho döndülər bir-birinə baxaraq. Okan gedir, Mourinho da belə gedirlər də və nəsə dedilər, Okan arxasını çevirdi, getdi, Mourinho döndü, gəldi arxası ilə, İrfan da gəldi girəndə araya, götürdü. Onu gördüm, yox, orasını bildim. Yəni burada birinci o arada bunlar nəsə atışdılar orada. Söz dedilər bir-birinə. Okan getdi, bu da düşdü dalıcan. Mourinho eləyib ki, o Mourinhodur, ona görə özünü atdı. Başqası olsa çönərdi. Okan Buruk'un oynadığı zamanlarda VAR texnologiyası falan yox idi. Yəni elə bir təmas olduğu zaman oyunçu özünü yaxşı yerə atırdısa, birbaşa qırmızı verilirdi. Bu da yəni oyunçuluğu yadına düşdü, oynadığı vaxt. Yəni toxundu, dərhal özünü yerə atdı. İndi Mourinhoya bu hərəkətə görə Mourinho həm Türkiyə liqasını manşetə çevirdi dünyada. Yəni markadan tutmuş və onu deyirəm də. Bütün Türkiyədə marketinq yaxşıdır. O barədə yaxşı işləyir. Yaxşı olan mən son illərin ən yaxşı derbilərindən mən birini izlədim. Düzdür, derbilərdə biz hər zaman gərginlik yüksək olanda, məsələn, biraz dava çıxanda o daha maraqlı gəlir. Mənim fikrimcə burada yəni pis bir şey yoxdur. Derbilərin ab-havasını qaldırırlar və Fənərbağça isə belə deyim, Fənərbağça tərəfi batdıqca batırır. Yəni Mourinho əgər belə bir rəqib komandanın əlinə fürsət verirsə, Okan Buruk əlbəttə özünü yerə atacaq. Niyə sual cəza verməlilər Mourinhoya? Neçə oyun? Mənim fikrimcə minimum 4-6 oyun. Keçən dəfə 4 oyun vermişlər, 2 sonra 2 sayda kubok oyununda. Kuboka sallar, ofis çıxartdılar. Minimal 4 oyun. Sual verim. İkinci hissə niyə elə? Yəni mən tam olaraq ikinci hissə izlədim. Fənərbağça lazım olan o təzyiqi göstərə bilmədi. Sonda biraz təzyiq. Niyə göstərə bilmədi? Sol cinah. Yox, əslində bütün oyun deməli yox, Maksimin.
Hə, Sen Sant Sen Maksimin. Maksimin. deyirsən? O oyun ərzində mən onu ancaq geridən topu qəbul edib irəli qaçmağa cəhd göstərən gördüm. Ki yəni biraz hücumlara deyim də, Mən sonda həmin dedim, o son cinahları momenti versin, deyirdim. lap 10 dəqiqə ərzində olanı dedim. Yəni onlar oyun tamamilə yəni Qalatasaray oynadı, dominant idi. Qalatasaray birinci Yəni o hissədə məsələ biraz Fenerbahçe oyunçular yəni dəqiq olsaydı oyun bitmişdi. Heç belə bir söhbət Hər bir biabırçılıqdan şey danışılırdı. kənara qoyuram. Niyə görə Qalatasarayın məsələn burada favorit hesab olunmurdu? Həm Fenerbahçenin meydanı idi. Əlbəttə. Mourinho derbilərdə qalib gələ bilməmişdi və Qalatasarayın 3 gün öncə Beşiktaş qarşısına çıxdığı Ağır oyundan yanlış çıxmışdı, start 11-lik Beşiktaş Qırmızı kart da qarşısına orada biraz qırmızı kartdan da sonra 90 dəqiqə oyunda Moratan saxlamalı idi. Lemina Ya, daha tez tamamilə oyuna doğrudur. salmalı idi. Kanayhanı daha tez oyuna salmalı idi. Frankovski öz dili ilə deyir ki, mən 3-5-2-də 5-li müdafiənin yarım müdafiənin sağında oynayıram. Mən 4-lü müdafiənin sağında oynamamışam. Bu normaldır. Okan Buruk Kanayhanı buraxmalı idi və bu çıxdığı Fenerbahçe qarşısında 11-lik mənim fikrimcə, yəni doğru 11-lik idi və ona görə Fenerbahçe açıq-aşkar bacarmadı. Osimhen El Nəsiridən daha güclü olduğunu sübut etdi. yəni Yəni ona ki, şübhə var idi yəni. belə deyək də, yox ona şübhə yox idi, ancaq Hə. Türkiyədə son Müzakirələr vaxtlar gedir. El Nəsirinin bir O- qədər yüksəlişi var idi. O bilsən nədir? O bizdə türklərdə o şey var. Bir oyunçu 2 oyun ard-arda oynayanda, 3 oyun ard-arda oynayanda onu çıxardırlar, dağın başına qoyurlar və oradan eyni sürətlə də ata bilirlər yerə, O düzdür. Ardan da manşetlərə çıxartmışlar. Ötürməli. Bir dənə ötürmə verdi, qol oldu indi. İndi ona görə onu ciddi almaq lazımdır. Zaten Osimhenin nə dəyərdə, hansı futbolçu olduğunu Bir məsələ də bilir. var. El Fenerbahçe Nesiri- bazar günü bu həftə Qalatasaray oynamır. Fenerbahçe bazar günü Trabzonu qəbul Trabzonu edəcək. Bəli. Trabzonda ağır kubok oyunundan çıxdı. 120 dəqiqə futbol oynayıblar. Fenerbahçedə isə motivasiya yerində deyil. Fikrimcə Trabzonlu oyunu Səncə mövsüm bitməmiş Mourinho qovarlar əgər Trabzonu da bilməsə? ola Yox, bilər. Məncə yox. Ola bilər. Mən Amma təzminat vardı ortada. Bir məsələ var. 20-30 Yox, Bir milyon məsələ var. Təzminat Fenerbahçe burada məhkəməyə müraciət edib bildirsə ki, mənim ölkəmdəki ölkə vətəndaşımın Okan Buruk'a qarşı belə bir hərəkət edib, mən onunla müqaviləni bitirmək istəyirəm və təzminat ödəmək istəmirəm. Məncə fikrimcə Avropada belə məsələlərə daha sərt yanaşırlar və təzminat ödəməyə də bilər. Gəldi. Təzminat ödəməyə var, əlbəttə ki var. Əlbəttə ki var. Yəni ki, hər hansı bir baş məşqçiyə qarşı belə deyək ki, o hərəkət qəbul edilməzdi əllə ya və yaxud da zərbə Yox, endirilməzdi. indi İnanmıram, zərbə futbol endirməyib daxilində, də, yəni o- futbol daxilində o- bir tutub boğazından sıxıb o- itələyən Yox, qırmızını verir, çıxardır. oyun bitib artıq. Yəni bu fiziki Yox, inanmıram şiddətə elə şey. gedir. O da protokola daxil olunurdu. Onsuz da oyun bitəndən Oyun sonra Mənim nə bilim, fikrimcə onu da yoxlaya bilər. ehtiyat oyunçular Fenerbahçe. Yox, amma- olanda fərqi yoxdur. Mourinho Doğrudan gözün gəlin xəbəri. mərd uşağın Şey oldu, Mourinho müstəntiq prokuror. boynuna qoyardı. Mourinho gözün hara tikir? Artıq bundan sonra onun üçün Səudiyyə Ərəbistanı. Yaxşı pul var. Yəni Türkiyə liqasında. Bəlkə də özü elə elətdirir ki, bunu qovsunlar, təzminatını da alsın, pulsuz Mourinho getməsin. hər zaman təzminat Yox, tələb edir. görsən oyunla olmadı gündəmdə. Kimdi marka durub Qalatasaray Fenerbahçe oyunla Yox, yazacaqdı. hər şey. Yox. Amma gördün Kimin yazdı dünən. Necə oldu? yazdı, Mourinho'dan yazdı. amma sən klubu arxaya da Amma atırsan. biabır eləyir də Türkiyə. Və sənə- liqası. Yox, Sənə 4 oyunluq minimal cəza veriləcək mənim fikrimcə. Yəni ki, 4 oyundan aşağı inanmıram verilsin. Sən klubu tək qoyursan və sən Özdə ən vacib. yay vaxtı gəlirsən Fenerbahçe kimi bir kluba və sənə imkanlar yaradırlar. Soruşurlar hansı futbolçuları transfer etmək istəyirsən, sən siyahı verirsən. Bu. Sənə gətirirlər və sən Türkiyə çempionatı kimi bir yerdə özünü doğrulda bilmirsənsə, sənə artıq Avropanın top 5 liqasından niyə hər hansı bir klub səni çağırsın? Mourinho çox böyük məşqçidir. Məşqçi qazandığı titullar, Porto ilə etdikləri, Real Madrid ilə etdikləri, Ümumiyyətlə Inter ilə futbol- hə, etdikləri, futbol tarixində futbol etdikləri. tarixində yəni ki, bunu biz heç bir zaman dana bilmərik ki, Mourinho Amma məşqçi- vaxtı keçib. Vaxtı keçib. Mourinho'nun etdiklərini bəlkə də heç kim Avropa liqasını, daha sonra Çempionlar liqasını qazanacaq bir məşqçi olmayacaq. Porto kimi bir klubla bunu bacarıb. Hələ Interlə Inter'i- qazanmağı yəni. Interlə yəni dövrün bəlkə də əsrin ən yaxşı Barselonasını kənarlaşdırmışdı. Jose Mourinho'nun böyüklüyünə, məşqçiliyinə burada heç bir sözüm yoxdur. Bəziləri bildirirlər ki, siz Mourinho ağıl öyrədirsiniz. Yox, Mourinho ağıl öyrətmir. Artıq Mourinho'nun taktikası bitib. Mourinho'nun taktikası bitib, yeni məşqçilərə yol verilməlidir. Mənim fikrimcə Okan Buruk da yaxşı baş məşqçi deyil. Avropa arenasında bu sübut olundu ki, 2 il Çox ardıcıl. tənqid edirlər. Okan Buruk yaxşı məşqçi deyil. Mən məsələn Qalatasarayda ya Ardanı və yaxud da Albert Rieranı baş məşqçi görmək istəyərdim ki, Rieranın klubu hal-hazırda Konfrans liqasında 4-1 finala kimi seriyə gəlib. Yəni çox yaxşı da oynadır klubu. Yəni ona görə fikrimcə artıq Mourinho O vaxtında gedən məşqçilər sırasında mən həmişə önə Zidanı qoyuram. Düzdür, o qayıdacaq nə vaxtsa, amma o pikdə də, yəni ardıcıl illərdən sonra pikdə Zidane- heç kimə
o nəsə o çepə tapmağa bir yer, əl yeri qoymadı. Bir söz deyim Əli. Yəni o Bəhanə vermədi. Bəhanə Zidane vermədi. fikrimcə bir klubda özünü sübut etməsə, mən Zidanı çoxları deyir ki, Ancelottinin qoyduğu sistemi davam etdirirdi. Ancelottini böyük məşqçidən də böyük o tərəfə sayıram mən. Zidane özünü bir klubda sübut etməmiş. Mən Zidanı tam olaraq baş məşqçi kimi beynimdə otuzdurmayacağam ki, Zidane doğrudan da yaxşı qazanıb, Çempionlar Liqası, hər bir şey var. Ancaq bir klubda gəlsin Zidane. Məsələn, Manchester United. Valla gəlib bəlkə də işləyəcək 1-2 il, yenə Ondan nəticə sonra göstərib, yenə də gedəcək istirahət. Məncə Göstərsə mən artıq Məncə pas. Zidane bildiyimiz Papa Carlo'nun cavanlığıdır. Yəni nə mənada Carlo Ancelotti balaca klublarda heç bir şey eləyə bilmədi də. Onu idarə elədi. Böyük klubları, böyük ulduz oyunçuları idarə eləyə bilən yeganə tək-tük baş məşqçilərdən biridir. Kapriz olmayan bir insan. Məsələn, Guardiola kapriz olan bir insandır. Guardiola məsələn Egoda. Yəni, egosu çox yüksəkdir. Çünki Guardiola nə dedisə o olmalıdır. Amma Carlo'da elə bir şey yoxdur. Ona görə o bütün oyunçularla dil tapa bilir. Getdi bütün böyük klublarda da uğur qazanıb. Hə Everton çıxmaq şərtinə Everton balaca klubdur. Orada çünki sistem olmadığına görə məncə Evertonda belə deyə ortaya bir şey çıxarda bilmədi. Məncə Zidane da onun tipajda bir adam olacaq. Nə də olmasa onun yanında çox dərs götürdü o və məncə Papa Carlo kimi biri onu aparıb məsələn Bayerə qoy, City-yə qoy, böyük klublara istədiyi oyunçuları ala biləcək bir kluba qoy, o uğur qazanacaq. Amma gedib balaca klubda və ya Manchester United dağılmış Manchester-i yığa bilməz o adam. Manchester United demişkən, bəlkə keçək elə həftə sonu derbi var. Keçək Manchester United, Manchester City və burada fantazin qısaca var heyət. Var heyət. Həmişə sənin heyətin olur bu həftə üçün heyət. Mən də axır vaxtlar pis getmirəm. 70, 80, nə bilim 55 baxır da tura. Ortalama xal ehtiyatı və liqalarda biraz yüksəltmişəm reytinqimi duellərdə. İndi bu həftə sonu Manchester United oynayır, Manchester City. Buradan proqnozla davam eləyək yoxsa? Yox, gəl istəyirsən İngiltərə futboluna keçək, daha sonra fantezini sonra proqnoza keçərik. Dünən də Premier Liqa. İngiltərə futbolunda Premier Liqa kubok oyunlarından sonra Premier Liqa keçirildi. Bu günə bir oyun qalıb, Tottenham Chelsea oyunu. Ya biz artıq yayımlayanda bu Bəli. keçmiş olacaqdı, bitmiş olacaq. Bəli, biz yayımlayanda keçmiş olacaq. Bitmiş olacaq oyun. Manchester United, Manchester City həftə sonudur. Liverpool Evertona qalib gəldi. Çətin bir oyun idi onsuz da. Liverpool çempion da artıq deyə bilərik. Çətin bir oyun idi. Hə, yəni artıq o xal fərqi elədir ki, onlar istədiyi vaxt büdürəsələr belə, yenə də 1-3-4 turda büdürəsələr belə. 4 tur məğlub ola bilərlər də. Hə, yəni ona görə 8 oyunu yarısını uza bilər. Uza bilərlər. Bu baxımdan onlar yaxın zamanda çempionluqlarını ən tez müəyyənləşdirən komandalardan biri olacaqlar. Yox, PSG olacaq da bir xal lazımdır. PSG onu siyahıdan silmişik. O məsələ deyim. O əvvəldən 6 aydan sonra çempion olacaq. Liverpool çempion olacaq, ancaq çempionluğu azarkeşlər hələ də yaxşı qeyd eləyə bilmir. Niyə görə? Trend getdi artıq demək olar ki, rəsmi açıqlanmayıb, ancaq Real Madrid trendi alıb və Van Dijk və Məhəmməd Salahın qalıb-qalmayacağı bilinmir. Van Dijk'ın PSG-yə Onlardan gedəcəyi əlavə deyildi. birdən-birə o ki, kubokda, Çempionlar Liqasında namizəd idi. Arda-arda onlar əldən çıxdı və onsuz da burada vəziyyəti yaxşı idi da. Yəni elə bir əvvəl dönəmi yaxşı gəlmişdi və burada əldən çıxmağı Kubok Çempionlar Liqası və tək burada qalmağı indiki dövrdə azarkeşlərdə biraz şübhə yaradır son dövrlər üçün Liverpoolun. Amma onlara nə lazımdır? Titul lazımdır. Titul gəlir. Manchesterla böyük rəqabət gedir. Yəni İsakın adını çəkirlər transfer siyahısında. İsak almağa bir 120 milyon lazım olardı onlara. Çünki 80 milyonu almışdı. Yox, bilirəm Newcastle çempion olsalar məncə fikrimcə gətirə bilərlər. Amma 120 milyon şişirdilmiş qiymətdə. Nunez də satacaqlar. Yox, Premier Lig üçün o puldur. Pul deyil, amma yenə də oyunçunun dəyəri baxımından Simeone çox qaldırır. Nunez istəyir Liverpooldan. Nunez'i gətirmək istəyir Atletico Madrid-də. Alvarez'i satmaq planı ona görə. Bu arada elə Atletico Madrid də Kubokun finalına çıxa bilmədi. Real Madrid Barcelona finalı olacaq. Biz Premier Liqadan kənarlaşmayaq. Əli istəyərdim elə turun mərkəzi oyunu barəsində danışasan. Həftə sonu nə gözləyirsən? Manchester United, Manchester City bu qarşılaşma mən həm proqnoz, həm ümumi danışacağam. Manchester United bu maçda uduzmaz mənə elə gəlir. Öz evində hər nə qədər çətin olsa da son Nottingham məğlubiyyəti var idi. United-dan səfər məğlubiyyəti oldu. Amma belə deyək də bu iki komanda da tam olaraq stabillik United ümumiyyətlə yaxın deyil, o sözlər stabil sözünə yaxın deyil. Amma Manchester City-də də son dövrlərdə biraz toparlanmaq istəyir, biraz oyun stilində gətirirlər, nəyisə aşılamaq istəyirlər, yaratmaq istəyirlər əvvəlki City-də, amma tam olaraq o deyil. Amma bütün bunları cəmləyib demək istəyərdim ki, yəni mən sırf proqnoz yönündən danışıram, ümumi danışmaq istəmirəm. Növbəti həftə yəni proqnozun nə dərəcədə düzgün olduğunu görəcəyik. Mənə elə gəlir ki, Manchester United bu oyunda City-yə uduzmayacaq.
Bu arada tip Haaland da qarşılaşmalarda. yoxdur. Bir aydan Haaland çox ümumiyyətlə sıradan çıxıb. klublar Sezonu bağladı. Hə, klublar dünya çempionatına sağalar ya sağalmaz. 2 aylı özədə. Haalandın əslində Erlingin yəni oyuna təsir edib etməməsi elə də vacib deyil mənə bu son dövrlər üçün, son dövrlər üçün qeyd edirəm. Çünki Marmuş da ayağa açılıb qol vura bilər. Yemək gəldiyi gündən də fərqlənirdi. Hə, fərqlənirdi. Son çempionat oyununda da Leicester ilə maçda fərqləndi. Oyununda izlədim mən. O'Reilly'nin oyununu izlədim. Hə, sol İkinci cinahdan hissə ötürmələrlə yadda qalmışdı. Elə Erling də ötürmə etmişdi deyəsən. Nələr etdi? Yəni gənc futbolçu demək olar sol cinaha sildi süpürdü Bournemouthda. Bax yenə də mən öz fikrimdə qalıram ki, mən bizə necə çox nəsə içimdən gəlmir, çox geniş danışmaq bilmirəm nədənsə Manchester United-dan. Çünki bir növ yorğunluq var, bir növ bu Manchester United-dan nə danışasan. Bax kimə bənzədim? Neftçiyə bənzədim də. Neftçi ilə müqayisə aparanda. Yo, elə demə. Niyə? Elə elə. Bir növ Neftçiyə bənzədim ki, Sami Məncə Manchester United Milanın düşdüyü sindroma düşdü də. Düşüb neçə illərdir. Yəni düşdü. Amma niyə elədi? Belə Neftçi də o sindromdadır da onsuz da. Yəni mən heç azarkeş deyiləm. Neftçinin problemin o vaxtı səhv eləmirəm, kim açıqlama vermişdi? Gəlmişcə falan bir şey eləmək lazımdır. Qayıdıb Neftçidə həmin idarəçiyə demişdilər ki, biz bura pul qazanmağa gəlmişik. Yəni o başqa bir şeydir. Yəni Neftçinin problemi başqa bir şeydən qaynaqlanır, amma Manchesterin problemi tamamilə fərqli bir şeydir. Orada da biz nə bilirsən idarə bax neçə məşqçi gəlir, neçə sistem dəyişir, neçə oyunçu Ya, gəlir. məncə- Hansı ki digər yerlər. Mən demişdim ki, Rashford Aston Villa'ya gedib oynayacaq. Oynayır və qol da vurdu. Son oyunda bilmirəm kim 2 dənə qol vurdu kubok oyununda. Hə, kubokdan sonra çempionat oyununda da fərqləndi. Orada da fərqləndi. Yəni bu sadə baxış deyə oyun baxırsan ki, bu komandada ruh yoxdur və alınmır məşqçilərlə ya oyunçular arasında. Baxırsan bu oyunçunun potensialı var da Rashford. Yaşlı keçsə də artıq biz ona gənc demirik, artıq biz ona istedadlı demirik. Çünki artıq o şeyi keçib, o dönəmi keçib. Hə, bilirsən ki, bu gedib oynayacaq Aston Villa. Gedir oynayır da, adam oynayır. Oturmalıdır, sistem yox, ruh yox. Gələn məşqçi də iddialı gəlir, amma görür ki, o deyil də. Deməli burada da problemlər balıq başdan iylənir misal kimi. Deyirik ki, belə deyək də, ümumiyyətlə götürəndə Ronaldo nə deyirsə onda düzdür də. Düz deyir də bəli. Morgana verdiyi intervyu deməli hamısı düzdür də. Nisbətən yox da demək ki, Ronaldo nə deyirdi? Düzdür. Biz Ronaldo yedi bitirdik həmin intervyuya görə ki, hər şey Manchesterin dalıcan danışır, amma deməli hər şey düz imiş də. Yox, o da orada da biraz öz ambisiyaları da var idi. Yox, öz ambisiyaları içində yəni onun da oradan göndərilməsi yəni məsələsi. klub barəsində, içəridə baş verənlər barəsində danışdıq. Onda belə çıxır ki, Ronaldo bütün gedişatı analiz eləsən onu görürsən. Oyun haqqında da növbəti həftə baxaq City United City-yə. Manchester United-in Avropa Liqasının qalibi olub, Çempionlar Liqasına vəsiqə qazanmaq, ancaq Avropa Liqasının qalibi olmaq da asan olmayacaq. Orada doğrudan da yəni Bilbao var yəni orada başqa heç bir şey deyil. Bilbao'nu götürsək belə, yəni çox əla futbol oynayırlar. Onlar qarşılaşsalar belə. Növbəti həftə artıq baxacağıq da oyunlara. Həm oyunlardan danışarıq, həm də City-nin oyununu baxarıq. Həm taktik, həm ümumi görək məşqçilər neynədir. City-nin həftə bu oyuna həsr eləyək. Bəlkə Guardiola da Mourinho'nun yaşadığı o çöküş dövrünə keçib. City-dədir. Hə, City-dən danışırsan. Ümumiyyətlə Guardiolanın bəlkə çöküş dövrü başlayıb. Yox, mən elə demək istəməzdim. Yəni o yeni oyunçular transfer əlavə də edəcək. Yox, bəlkə sadəcə yeni futbol sistemi fərqlidir axı. Əgər fikir verirsinizsə, yeni tipli baş məşqçilər, indi uğur qazanan baş məşqçiləri götür günə, fərqli olan Bournemouthun baş məşqçisi məsələn və ya Dezerbin özün götür günən və ya yenilik gətirənlərin özündə amma onları çox misal kimi çəkmirlər axı. Çox belə baxırsan, nəticələr yaxşıdır. Nottingham necə gedir? Nottingham gəlir üçlükdə deyə. O heç onun baş məşqçisi ayrı bir temadır. Yəni gələcək o özünü sübut etmişdi. O baş məşqçi özünü sübut etmişdi. Wolves'lə yəni Wolverhamptonu Championship-dən əsas liqaya çıxarıb orada necə oynamaq lazım olduğunu göstərmişdi və hal-hazırda. Və həmin vaxtda belə City-ni məğlub eləyirdi o adam. Yəni indi də gedirlər. Yəni bir gol vurub aparırlar oyunu. Gol vurub aparırlar. Lazım onda hesab qoyurlar. Deyirəm bəlkə Guardiolanın çöküş dövrü başlayır. Gəlin həftə bu oyuna baxaq, təklif eləyərdim. Bu gün çox danışdıq. Gəlin həftə əsas bu dəfə Qalatasaray Fenerbahçe oldu əsas mövzumuz. Gəlin həftə Manchester United Manchester City oyunu. Həm oyundan sonra taktiki baxarıq, həm ümumi baxarıq. Yaxşı, Ali Koç istifa eləyər bu mövsüm şey. Ali Koç nə bilir. Çempion olmamış getməyəcək. İstəsən əli mən çempion olmamış getməyəcək. Fantasy 10 ildə burdayıq onda. Daha sonra mərcə keçərik. Ümumi heyətdə qapıda Raya'ya şans vermişəm. Dördlü müdafiə ilə oynayıram. Gvardiol, Saliba, Virgil van Dijk və Miloš Kerkezen Bournemouthdan
transfer etmişəm. Yarım müdafiə xəttində Eberechi Eze, Semenyo və Məhəmməd Salah, hücum xəttində isə Jean-Philippe Mateta, Aleksandr Isak və Omar Marmuşu yer vermişəm. Kapitan isə Məhəmməd Salah olaraq qalacaq. Böyük ehtimalla Salah ötən tur Evertonla oyunda qol vura bilmədi, bu tur qol vura bilər. Seçim olaraq Mikel Merinonu da heyətinizə ala bilərsiniz. Bu belə deyək, Marmuşun əvəzinə Merino qoyasan kimi. Merinonu axırıncı tur almışdım, qol da vurdu. Çünki Saka artıq sağalıb, Merino biraz mənim fikrimcə arxa plana keçə bilər. Saka sağaldıqdan sonra da qol da vurdu. Sakanı da ya Merinonu da heyətinizə cəlb edə bilərsiniz. Fantezidə bu mənim verdiyim heyət. Əli, sənin də öz seçimin varsa yox, bu deyə həftə üçün bilərsən. elə səninlə kifayətlənək. Çünki məcbur rubrikasında da keçid eləməliyik. Bizdə yəni liqamızda davam eləyir, onu da bildirək. Təşəkkür eləmək istərdim Rafiq bəyə, Team Store-a. Çünki bizim bir qalibimiz öz hədiyyəsini götürmüşdü. Neçə həftə axtardıq biz onu? 2-3 həftə oldu. 3 həftə. Biz 3 həftə axtardıq. Axır tapdı bizi, yazdı, Rafiq bəyin özünə yazdı və hədiyyəsini getdi dərhal götürdü. Liverpool forması idi, səhv eləmirəmsə. Bəli. Hə, indi fotosunu da zəhmət olmasa montajda onu yerləşdirərik və Rafael daha doğrusu. Rafael onu zəhmət olmasa yerləşdirərik və növbəti bir qalibimiz qalıb Sultan, o da müraciət eləyib Team Store-a, amma o istədiyi forma olmadığına görə artıq belə deyək, sifariş veriblər və o forma hədiyyəsi gəldikdən sonra Team Rafiq Store-a bəy təşəkkürlər. ona təqdim eləyəcək Team Store-a və onun yaradıcısı Rafiq bəyə də təşəkkür eləyirik bizlə əməkdaşlıq etdiyi üçün. Bax belə, mərcə də keçək. Rafael, sənin bu oyunların var, daha sonra Ziyada soruşacağam. Hələ ki Heç nəyə baxmamısan bu həftə. Ziya, buyur, sənin əlində bir kupon var. Marağım olmayıb. 3 oyundan ibarət kupon yazdım. İkisi İngiltərə Premyer Liqasındandır, biri Almaniya Bundesliqasından. Manchester United Manchester City oyununda 2.5 üst fikirləşirəm. Böyük ehtimalla burada çox qol qeydə alınacaq. Digər oyunda West Ham Bournemouth oyunudur. Mənim oyunlarımı götürmüsən ki, hə, deyilmi? West Ham Bournemouth oyunudur. West Ham'in məğlub olmamağına çox yaxşı əmsal verir. 1.60 əmsal fikrimcə əla bir əmsaldır. Bəli, West Ham öz meydanında fikrimcə Bournemouth-a məğlub olmayacaq. Çünki Bournemouth nə qədər yaxşı oyun sərgiləsə də son zamanlar biraz düşüşdədirlər. Üçüncü oyun isə Heidenheim Bayer Leverkusen oyunudur. Burada Bayer Leverkusenin qalib gələcəyini düşünürəm. Leverkusen qələbə. Onu görürsüz. Və ümumi əmsal 3.50 əmsaldır. 3 ənəvi olaraq 3 Mərc eləyə əmsalın bilərsiniz. üzərində. Uğurlar arzu edirəm. Mən Mainz Holstein Kiel qarşılaşması, qarşılıqlı qollar, Lyon Lille qarşılaşması, qarşılıqlı qollar və West Ham oyununu sən seçmişdin əslində. Mən oyuna qol fikirləşirdim. Eyni oyunu belə deyə təqdim eləməyə deyə, düzdür, fərqli variantlar olsa belə. Oyunu çıxıram, onun yerinə Real Madrid Valencia birinci hissə 4.5 üst ikinci zərbəsi. Mainz Holstein Kiel gol, Lyon Lille gol və Real Madrid Valencia birinci hissə 4.5 üst ikinci zərbəsi. Müxtəlif fərqli operatorlarda ölkəmizdə qanuni 2 operator var, Topaz və Misli. Orada əmsallar bir-birindən fərqli ola bilər bəzən. 3-ün üzərində olacaq. Onun dəqiqdir ki, bəlkə 4-ün üzərində oldu əmsallar. Uğurlar edirik, uğurlar arzu edirik daha doğrusu sizə və təşəkkür edirik ki, izlədiniz bizi. Rəy bölməsində fikirlərinizi yazın, bəyən düyməsinə zəhmət olmasa basın, bizə ən böyük dəstəyi məhz belə verə bilirsiniz və rəy təkliflərinizi də qeyd edə bilərsiniz. Nəsə sözünüz var uşaqlar? Və yaxın günlərdə bizim futbol layihəmiz də yayımlanacaq. Onu da buradan izləyicilərimizə çatdıraq. Bizi izləmədə qalın. Daha yeni layihələrimiz olacaq. Hələlik. Sağ olun, salamat qalın.